haqqında həm də geniş məlumat verməyi özümüzə borc bilirik. Və növbəti bir şəxsin də sizin yardımınıza ehtiyacı var. Yardım əlinizi uzadın. Pərvin Hüseynovanın 20 yaşı var. İndi onun həmyaşıdları ya ali təhsil alırlar, ya da artıq ilk gəlirlərini qazanmanın sevincini yaşayırlar. Amma bütün bunlar hələlik Pərvin üçün əlçatmaz bir xəyal kimi görünür. Bugün o, yaşamaq, sağlamlığına qovuşmaq uğrunda mübarizə aparır. O, skalyoz kifoz xəstəliyindən əziyyət çəkir. Bu dəhşətli xəstəlik onu hələ uşaq olarkən tapıb. Anadan olanda heç bir problem də bilinmədi. Elə ki, yeriməyə başlayandan sonrasına bunda əgrilik bilindi. O həkimlərin çoxunu gəzmişəm. Uzun zaman aparılan müalicələr Pərvinin onurğasında olan əyriliyi aradan qaldırmağa kömək etməyib. Məktəbə zada getməkdə çətinlik çəkmişəm, karsetlə bu vaxta qədər qalmışam. İstər məktəbə gedərkən, istərsə də indi onurğasında olan problem Pərvinə gündəlik həyatında çətinlik yaradır. Çox əziyyət çəkirəm, yeriyəndə, gəzəndə belə. Çox əziyyət çəkirəm, təngi nəfəs oluram. Arxası üstü uzananda çox əziyyət verir, uzana bilmirəm. Ancaq ya ağız aşağı, ya böyür üstə belə. Yaşıdları ağ gəlinliyi xəyalını qurduğu dövrdə həkimin onun anasına dediyi sözlər isə Aliyə ağır dərd olub. Həkim deyir ki, buna da ailə həyatı olmaz. İndiki vəziyyətində heç cürdə ailə qura bilməz, ana ola bilməz. Pərvinin həmşərik sağlığına qovuşması üçün onun əməliyyat olunması vacib hesab edilir. Gənc qızın əməliyyat olunması üçün 22.000 dollar vəsait tələb olunur. Onun ailəsinin maddi dəstəyə ehtiyacı var. Hazırda kirayədə yaşayan gözü yaşlı Hüseynovlar ailəsi imkanlı şəxslərdən kömək gözləyir. Həkimlər də deyir ki, yəni əməliyyat olmasam elə bir içəridə sıxılma gedəcək. Yəni sənə daha çox çətinlik verəcək. Ona görə də imkanlı şəxslərdən köməkli eləməklərini çox istəyirəm. Ciyarlar sıxılır içəridə. Həkim də ona görə deyir ki, tez olunmalıdır bu əməliyyat deyir. Ona görə nətər deyim, yalvarıram, vallahi yalvarıram ki, heç olmasa köməkli olsun. Heç olmasa bu da canlanlar kimi həyatım qura bitsin. Mən anayam, vallahi dözə bilmirəm. Unutmayaq ki, bizə, sizə uzanan hər bir əl yardıma möhtacdır. O səbəbdən də gəlin bu qızın ümidini boşa çıxarmayaq. Ona edəcəyiniz yardımı özünüzə müqəddəs borc hesab edin. Pərvinə edəcəyiniz yardıma səcdə kimi yanaşın. Sanki ibadət eləyirmiş kimi yardım edin sizdən kömək gözləyən bu gənc insana. Zaten köməyə ehtiyacı olan xəstələrə yardım edənlərin xeyirxahlığı dinimizdə də yüksək qiymətləndirilir. Heç şübhə etmirik ki, bu xeyirxahlığınızın əvəzi artıqlaması ilə sizə geri dönəcək. Famil Fərhadoğlu, Firuz Rasimoğlu, Fərqanə Səfər, Space. Və ümid edirəm ki, bir neçə gün sonra bu qıza da, Pərvinə də yardım yığılması haqqında, yardımın yığıldığı haqqında sizə xəbər təqdim edəcəyik. Bəstəsən Atlas Olar tut yarpağından bölgələrdə fermerlərə ipək qurdu paylanıb, Bərdəli və Ağdamlı kümçü